Hoşunuza gelin. Sağ olun. Və bəli, oyuncu dəyişiklikləri var. Aksu City heyətində əcnəbi oyunçunu mən meydanda görürəm. Okaka Hugo meydana daxil olub. Pərviz Ehsanov meydana daxil olub. O da artıq komandasının qol ümidi olacaq. İlk hissi sürətli başladı. Ay 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 ay. Sık Elmiş, sık. Sık. İsmail, mərkəzə doğru ötürmə. Elmir Xəlilov yetişir. Yaşa Elmir. Əla. Vur Mətin. Qəşəng. Səndədir. Qəşəng gətir. Gəl Cokan. Çəkil, ara bırax, ara bırax. Əla Rama. Elmir əla. Getdin Pərviz. Qəşəng Pərviz. Başa düşmədilər. Qəşəng. Cokan mərkəzdə irəlilədi, Cokan. Ötürməsi keçmədi. Ay ay ay, Hugo çata bilsəydi, Hugo. Qəşəng sıxırdı Hugo. Qəşəng. Nuruzadəni mərkəzdə iki müdafiəçi qəşəng tutub. İndi isə cinahda. Oo, əla. Yoxdur orada, yoxdur, vallahi yoxdur. Oxu, oxu. İsmail, hardasan sən İsmail? Pərvizlə yerini dəyişmirsən. Ay 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 İsmail. Qəşəng Mətin.
Cokanın mərkəzə doğru ötürməsi. Qapçı çıxışda uğurlu oldu. İndi isə əks hücumda yaxalamaq istəyir Biləsuvar komandası. Zaur Nuruzadəyə ötürmə. Zaur. Elmir. Elmir yetişə bilmədi Elmir. Zaur Nuruzadə nə edəcək? Artıq itirilməlidir top. Yetərincə azarkeş var. Mən inanıram ki, bəlkə də Premyer Liqanın Bakıdakı oyunları 100%, Region Liqasında azarkeş sayı Biləsuvarda daha çoxdur. Bakıdakı oyunlardan, Premyer Liqa oyunlarından daha çoxdur. Məsələn olsun Neftçinin oyunu, Qarabağın oyunu, Biləsuvar azarkeşlərinə alqışlar düşür. İnanmaq istəyirik ki, Ağsunda səfər oyununda, cavab oyununda da ən azı bu qədər azarkeş gələcək. Qapıya doğru zərbə. İndi isə hücumu davam edir. Biləsuvarın müdafiəçilər yetişməyə çalışırlar. Qapçı yerində. Tural Abbaszadə. Yox, qapı xəttindən çölə çıxdığını bildirir hakim və topu oyuna Tural Abbaszadə daxil edəcək. Bəli, bu qədər azarkeşin Biləsuvar şəhər stadionuna toplanmasında məhz Biləsuvar Futbol Klubunun rəhbərliyinin də əməyini qiymətləndirmək lazımdır. Həm klub icra hakimiyyətinin, həm klub Biləsuvar icra hakimiyyətinin, həm Biləsuvar ictimaiyyətinin, həm klubun sponsoru Padşah Mebel evinin kluba olduğu dəstək göz qabağındadır və azarkeşləri də baxımlı oyuna baxmağa dəvət edirlər və hal-hazırda 2-0 hesabı ilə Biləsuvar komandası Ağsu City üzərində qələbə qazanır və bu oyun, hər iki komandanın baxımlı oyunu Biləsuvarları stadiona cəlb edir. İnanır ki, digər klublarda da bu cür şəhərlər, bu cür, bəli, topu qəbul edir. Hücumçu, bəli, bir oyunçunu keçir, qapçı ilə təcrübədən çıxmalıdır. Ötürmə etməlidir, nə edir? Penaltı qazandıra bilərdi. Sarı vərəqə, simulyasiyaya görə sarı vərəqə verir. Hakim simulyasiyaya görə sarı vərəqə verir. Amma reydi yaxşı idi, keçidi yaxşı idi. Standart vəziyyəti. Gökhan Kartal yerinə yetirəcək. Baxsa qapı qarşısına ötürməsini verdi. Zərbə də gəldi amma top birbaşa. Zaur Abbasovda qalır. İndi Biləsuvar həmləsini izləyəcək. Zaur. Nuruzadə bir qədər gecikdi. Elmir Xəyalov özünü çatdırsa da bu müdaxilələri yetərsiz qaldı. Zaur tek başına irəliyir. Ön açma çabaları. İki rəqibindən xilas oldu. Qapı qarşısına Tural və sonrasında İsmail Qəmbərov akrobatik bir şəklə uzaqlaşdırır. Yenidən Biləsuvar həmləsi. Kapitan Emil Həsənzadə. Asimin zərbəsi. Son anda müdaxilə. Bu neydi belə? Həmlə davam edir. Məhəmməd keçid verilmədi ona. Sonrasında top Turalda qalır. İki gözəl həmlə izlədik. Standart bir vəziyyət. Təhlükəli bir bölgədən. Hakimin piti səsləndiyi qapı qarşısına ötürmə. Ən geriyə. Gelişinə bir zərbə gəldi. Başla bir zərbə daha sonrasında meydanda saxlamaq mümkün olmalı topu. Out. Məhəmməd Məmmədov. Sol şınaqda. Qapı qarşısına ötürmə. Başla bir cəhdi gəl topa. Yetərli qalmadı. Gelişinə bir zərbə. Son anda Tural. Tural bu neydi belə? Pay sahibi Asim Urfovda. Yeten Zaur 3. gol axtarışında. Sonra gol! Abrakadabra! Zaur Nuruzadə. 3. gol. Gecikmədən gəlir. Coşur Biləsuvar azarkeşləri. Tur daha yaxında onlara. Mətin Cokanla oynadı. Cokan mərkəzə topu yenidən Mətin ötürür. Mətin çevrilməli idi və bəli, buradan zərbə olmalıdır. Buradan zərbə olmalıdır. Hakim işarəsini verdi. Pərvizin ötürməsi qapıya doğru. Oy!
Təhlükəliydi, təhlükəliydi. Təhlükəliydi, yerdən qaydan topa. Ötürmə Elnur. Elnur nə edəcək? Elnur kücdən zərbə, təkrarən kücdən zərbə. Gökhan Kartal. Mərkəzə doğru Hugo saxladı topu. Mətin ötürməsi. Hugo. İsmail topa yetişməlidir. İsmail oyundu. Müdafiənin ən gerisinə. Zahir Nuruzadə. Salcan Alacavaşı Laylata. Qapı qası ötürmək, kapitan, ters bir vuruş. İkinci bir şəhətdə devam edilmək mümkün olmadı. Gəlişinə bir zərbə daha. Ruslan Tağısadə əldən qaçır, 4-cü gol. Tural Abbaszadə. Olsun oynadı. Müdafiənin ən gerisinə daha bir səhv sahib Cimşidov. Bu səhvi başlamaq olarmı? Kapitan Emil. Ay, əldən qaçır. Bu 4-cü qola nə qədər yaxın gəlir axı. Və bununla da son yetir qarşılaşma. Biləsuvarda bayram babası sonunda komandalara qalib gəldi Ağsu City qarşısında, amma bunun cavab görüşü də var. Hiç şüphesiz. Tebrikler Biləsuvar komandası.